Siyahının yaradılması oxucuların fikrini bir neçə bənddən ibarət sadalanmış məlumatlara yönəltmək üçün istifadə edilə bilər. Microsoft Word 2010 proqramı 3 tipdə siyahı yaratmağa imkan verir. Nişanlı, rəqəmli və çoxpilləli. Nişanlı siyahının hər bir sətrində müəyyən bir simvol ola bilər. Məsələn, romb, ulduz, dairə və s. Rəqəmli siyahının hər bir sətrində rəqəm yerləşir. Çoxpilləli siyahının hər bir bəndi isə özü də bir neçə bənddən ibarət ola bilər. Word proqramı siyahının yaradılması zamanı bəndlər qarşısındakı həm nişanların, həm də rəqəmlərin əlavə edilməsini avtomatikləşdirir. Gəlin praktik olaraq siyahının yaradılmasına baxaq. İlk öncə nişanlı siyahını yaradaq. Bunun üçün kursoru siyahını yerləşdirmək istədiyiniz yerdə yerləşdirin. Sonra isə Home bölməsində olan Paragraf qrupundakı Bullets düyməsinə basın. Bu zaman düymə basılı qalaraq siyahının yazılması rejimində olduğumuzu bizə bildirəcəkdir. Və sətirdə ilk bəndin işarəsi meydana gələcəkdir. Artıq bu nişanın arxası ilə həmin bəndin mətnini daxil edə bilərsiniz. Mətni daxil edib Enter düyməsinə basın. Amma diqqət edin, birinci bənd üçün nəzərdə tutduğunuz mətni tam daxil etmədən Enter düyməsinə basmayın. Çünki Enter düyməsinə basmaqla kursor növbəti sətrə düşərək ikinci bəndi yaratmış olacaqdır. İkinci bəndin nişanı yaranan kimi onun da mətni daxil edə bilərsiniz. Növbəti bəndləri də eyni qaydada yaradın. Bütün bəndləri yaratdıkdan sonra Enter düyməsinə basaraq növbəti sətrə düşün. Şübhəsiz ki, yeni bir nişan əlavə olunacaqdır. Amma siyahının yazılıb qurtarmasını proqrama bildirmək üçün Paragraf qrupundakı nömrə düyməsinə bir daha basın. Və nəticədə sətir siyahının daxil edilmək üçün deyil, adi mətnin daxil edilməsi üçün müəyyən olunacaqdır. İndi isə nömrəli siyahının yazılmasına baxaq. Nömrəli siyahı da eyni ilə yaradılır. Yeganə fərq nişanların yerinə nömrələrin olmasıdır. Gəlin baxaq. Bunun üçün bir daha kursoru siyahını yerləşdirmək istədiyiniz sətrə yerləşdirin. Daha sonra Paragraf bölməsində olan Bullets, yəni nişan deyil, rəqəm düyməsinin üzərinə basın. Və nəticədə siyahının birinci bəndinin başlığı, yəni rəqəmi əlavə ediləcəkdir. Bəndin mətnini daxil edin. Eləcə də burada. Bəndin mətnini daxil etdikdən sonra ikinci bəndi əlavə etmək üçün Enter düyməsinə basın. Və ikinci bəndinə mətnini daxil edin. Bu qayda ilə digər bəndləri də yaza bilərsiniz. Əgər siz sənətdə yaratdığınız abzasları siyahıya çevirmək istəyirsinizsə, ilk öncə həmin abzasları seçin.
Sonra isə paraqraf qrupundan ya nişan, ya da rəqəmli siyahının yaradılması üçün uyğun düyməyə basın. Və nəticədə sənəddə öncədən müəyyən olmuş abzasları siyahıya çevirdiniz. Yox, əgər siz siyahı deyil, öz əvvəlki vəziyyətinə, yəni abzas vəziyyətinə qaytarmaq istəyirsinizsə, bir daha uyğun işarənin üzərinə basın. Və nəticədə siyahıya çevrilmiş abzasları yenidən abzas formasına qaytardınız. İndi isə yaratdığımız siyahıların stilində dəyişiklik edək. Əgər nişanlı siyahı yaratmışsınızsa, nişan olaraq qara dairələrdən istifadə ediləcək. Əgər siz bu stili dəyişmək istəyirsinizsə, ilk öncə siyahını tam olaraq seçin. Daha sonra paraqraf qrupunda yerləşən bullets, yəni nişan düyməsinin yanında olan oxa basın. Və qarşınızda digər stillərin də olduğu panel açılacaqdır. Uyğun bildiyinizi seçin. Əgər buradakılar sizi qane etmirsə, Define New Bullet düyməsinə basın. Və açılmış pəncərədə Symbol düyməsinə basaraq, açılmış dialoq pəncərədə simvolları da başlıq olaraq tətbiq edə bilərsiniz. Məsələn, deyək bu işarə. Və yaxud da bu işarə. Seçib OK düyməsinə basırıq. Gördüyünüz kimi, müəyyən etdiyimiz simvol bəndlərin başlığı olaraq tətbiq edildi. Və yaxud da digəri. Menüyü açaraq digərini də tətbiq etmək olar. Eləcə də əgər nömrəli siyahı yaratmışsınızsa, onun da stilində dəyişiklik etmək istəyirsinizsə, onu bu qaydada seçib, paraqraf qrupunda yerləşən numbering, yəni rəqəmli siyahı yaratmaq üçün uyğun düymənin sağ tərəfində olan oxa basırıq. Açılmış menüdən digər stilləri də tətbiq edə bilərik. Buradan uyğun bildiyinizi seçin. Əgər burada sizi qane edən bir stil yoxdursa, Define New Number Format seçimini edin və qarşınıza nömrələri format etmək üçün pəncərə çıxacaqdır. Ya Number Style menüsünü açaraq buradan hər hansı bir variantı tətbiq edirsiniz, ya da font düyməsinə basaraq tətbiq edilmiş nömrələrin şriftində, ölçüsündə və digər parametrlərində dəyişiklik edə bilərsiniz. Nəzərinizə çatdırım ki, font açılmış dialoq pəncərəsində müəyyən edəcəyiniz parametrlər sadəcə olsun siyahının başlıqlarına, yəni rəqəmlərinə tətbiq ediləcəkdir. Gəlin baxaq. Məsələn, deyək Arial Black şrift olaraq müəyyən etdik və rəngi də müəyyən edirik. Əgər ehtiyacdırsa, rəqəmlərin altından xəttə çəkə bilərik və rəqəmlərin altından çəkilmiş xəttin rəngini də müəyyən etmək istəyirsinizsə, onu da buradan müəyyən edə bilərsiniz. Və öncədən seçilmiş parametrlərdə sizi qane edirsə, saxlaya bilərsiniz və ya lazım olmayan üzərindən bu qaydada götürə bilərsiniz. Müəyyən etdikdən sonra OK düyməsinə basın. Gördüyünüz kimi. İndi də gəlin siyahının digər parametrlərinə də baxaq. Daha sonra paraqraf qrupunda yerləşən nömrə işarəsinin yanındakı oxa basın. Açılmış menüdən Set Number Value seçimini edin. Nəzərinizə çatdırım ki, bir sənəddə müxtəlif sayda siyahı ola bilər və hər siyahının yeni siyahı olaraq yaradılması üçün Start New List
seçimi edilməlidir. Yəni, hər yaradılmış siyahı bir rəqəmindən başlayaraq nömrələnəcəkdir. Continue from previous. Bu seçimi edəriksə, siyahı özündən əvvəl gələn siyahının davamı olaraq əlavə ediləcəkdir. Və yaxud da advanced value. Bu seçimi edəriksə, set value to, yəni siyahının başlanması üçün ilkin rəqəmi müəyyən edə bilərik. Deyək, məsələn, siyahımız əlavə olunduqda 8 rəqəmindən başlasın. Müəyyən etdikdən sonra OK düyməsinə basın. İndi isə gəlin çox pilləli siyahının yaradılmasına baxaq. Bu siyahının yaradılması üçün ilk öncə ya nişanlı, ya da rəqəmli siyahı yaratmalısınız. Sonra isə yaratdığınızı seçin. Seçdikdən sonra Change List Value əmrini verin. Açılmış menüdən uyğun bildiyiniz variantı seçin. Sonra isə çoxpilləli siyahının yaradılması üçün klaviaturadakı tabulyasiya, yəni tab düyməsindən istifadə edin. Gəlin buna praktik şəkildə baxaq. Deyək, yaratdığımız bu nömrəli siyahının hər bir bəndinin alt bəndi olmasını istəyirik. Məsələn, deyək, birinci bəndin alt bəndinin olmasını istəyirik. Kursoru birinci bəndin mətninin arxasında yerləşdirdikdən sonra Enter düyməsinə basın. Şübhəsiz ki, ikinci bənd yaradılacaqdır. Amma biz bunu birinci bəndin alt bəndi kimi formalaşdırmaq istəyiriksə, tab düyməsinə basarıq və birinci bəndin alt bəndini yaza bilərik. Eləcə də bu qayda ilə digər bəndlərin də alt bəndini yaza bilərsiniz.